Hamıya salam. Unreal Engine daxilində Blueprint proqramlaşdırma dərslərimiz davam edir. Bugünkü mövzumuzda Unreal Engine daxilində və ümumiyyətcə obyekt yönümlü proqramlaşdırma daxilində olduqca vacib bir məsələdən danışacağıq. Məhz bugünkü dərsimizdə parent child haqqında sizlərlə öyrənəcəyik. Ümumiyyətcə varisliyin nə olduğunu, varislik məsələsini Unreal Engine daxilində necə istifadə edə biləcəyimizi və bir neçə praktiki sadə nümunəyə baxacağıq sizlərlə. Ümumiyyətcə proqramlaşdırma daxilində varislik məsələsi dedikdə, burada bir klassdan bir neçə istənilən sayda digər klassların varislik götürməsi nəzərdə tutulur. Misal üçün fərz edək ki, səhnədə eyni anda yüzlərlə maşın düzəldə bilərik. Məhz bu maşın klasslarının ümumi oxşar cəhətləri olmalıdır. Lakin hər bir maşın modeli digər bir maşın modelindən fərqlənə bilər. Oxşar cəhətlərə gəldikdə hər bir maşın modelinin 4 təkəri olacaq və eyni zamanda hər bir maşın modelinin bir ədəd gövdəsi olacaq. Lakin dediyimiz kimi hər bir maşın modeli müxtəlif modellərdə ola bilər, müxtəlif rənglərdə və müxtəlif özəlliklərə sahib ola bilər. Məhz bu zaman biz Unreal Engine daxilində parent child adlı funksiyonallıqdan istifadə edirik. Bunun üçün istənilən bir ədəd klass hazırlayırıq. Mənim nümunəmdə actor tipli bir ədəd klass hazırlayacağam. Actor tipli klassımızı hazırladıqdan sonra bu klassımızın redaktoruna daxil oluruq və burada komponent bölümündən bir ədəd kub əlavə edirəm. Daha sonra event graph bölümündə həmin bu əlavə etdiyim kub komponentimizi öz oxu ətrafında fırladacağam. Add local rotation adlı funksiyamızı buraya çağırdıqdan sonra delta rotation adlı parametrimizi mouse'un köməyi ilə split edirik və z parametrimizi bir dəyişənin yaddaşına vururuq. Daha sonra compile düyməsinə klik edirik və fırlanma bucağını burada təyin edirik. Alınan nəticələri yenidən compile və save edirik. Həmin bu kubumuzu səhnəyə yerləşdirirəm və hal-hazırda nümunə üçün ümumi prosesi simulyasiya edirəm və gördüyümüz kimi bizim kubumuz verdiyimiz bucaq ilə dayanmadan fırlanmağa başlayır. Daha sonra bu klassımızdan istifadə edib növbəti istənilən sayda child klassları düzəldə bilərik. Bunun üçün sadəcə olaraq istənilən klass üzərinə mouse ilə sağ klik edirik və yuxarı hissədə gördüyümüz Create Child Blueprint Class adlı bölümü buradan seçirik və beləliklə avtomatik olaraq mühərrik bizim üçün həmin bu klassın child klassını düzəltmiş olur. Child klassımızın redaktoruna daxil oluruq və burada parent klassın daxilində mövcud olan bütün eventlərin child class daxilində də mövcud olduğunu görürük və eyni zamanda hər bir eventin qarşısında belə bir parent yazısı ilə xüsusi bir blokların əmələ gəldiyini görürük. Bu isə bizə ondan xəbər verir ki, bizim düzəltdiyimiz child klassımız parent klassımızda istifadə etdiyimiz bütün eventlərdən, daha doğrusu bütün funksiyonallıqlardan eyni zamanda varislik götürüb. Yəni bizim burada yazdığımız istənilən funksiyonallıq və yaxud da istifadə etdiyimiz və funksiyonallıq yazmadığımız istənilən eventimiz eyni ilə child class daxilində də burada gördüyümüz kimi funksiyonallıq göstərəcək. Misal üçün hal-hazırda child klassımızı parent klassımızın yanında yerləşdirirəm səhnəyə və yenidən simulyasiyanı işə salıram və gördüyümüz kimi bizim parent və child klassımız eyni zamanda yazdığımız funksiyonallığı yerinə yetirir. Lakin burada vacib bir məqam ondan ibarətdir ki, dediyimiz kimi child class daxilində parent klassdan fərqli olaraq istənilən manipulyasiyaları həyata keçirdə bilərik. Yəni, biz parent class daxilində etdiyimiz istənilən dəyişiklik eyni zamanda bütün child klasslara da tətbiq olunacaq deməkdir. Lakin bundan əlavə child class daxilində istədiyimiz dəyişikliyi eyni zamanda həyata keçirib istifadə edə bilərik. Misal üçün, child class daxilinə keçid edirik və burada kub komponentimizin materialını belə bir material ilə dəyişirəm və daha sonra parent class daxilindəki burada gördüyümüz delta rotation z adlı bu fırlanmaya cavab verən dəyişənimizi child class daxilində nisbətən böyük dəyərlər ilə istifadə etmək istəyirəm. Bunun üçün child class daxilinə keçid edirik və burada sadəcə olaraq həmin dəyişənin adını yazmaqla o dəyişəni burada çağıra bilirik. Bu da parent və child klassların digər özəlliklərindən biridir. Yəni parent class daxilində təyin etdiyimiz istənilən dəyişən child class daxilində sadəcə olaraq həmin dəyişənin adını yazmaqla olduqca rahat bir şəkildə istifadə edə bilirik. Gördüyümüz kimi burada delta rotation z adlı öz dəyişənimizi görürük. Bu dəyişənimizi burada set edirik və daha sonra parent class daxilində həmin dəyişənimizin susmaya görə fırlanma bucağı 3 dərəcə idi. Lakin child class daxilində bu fırlanma bucağını
6 dərəcə olaraq müəyyənləşdirirəm. Alınan nəticələri compile edirəm və yenidən səhnədə hazır nümunəyə baxırıq. Və gördüyümüz kimi bizim parent klassımız hər tikimizdə 3 dərəcə fırlansa da, bizim child klassımız hər tikdə 6 dərəcə fırlanmağa başlayır və eyni zamanda parent klass daxilindəki kub komponentimizin materialı ağ olsa və eyni zamanda parent klass daxilindəki kub komponentimizin materialı fərqli bir material ilə, child klass daxilindəki kub komponentimizin materialını fərqli bir materialdan istifadə etdik və beləliklə dediyimiz kimi Unreal Engine mühərriki daxilində parent klass məsələsini hal-hazırda sizə göstərdiyim nümunədən də öyrəndiyimiz kimi səhnədə eyni anda çoxlu sayda eyni tipli obyektləri istifadə etmək istəyiriksə, bu zaman parent child məsələsindən istifadə etməyimiz olduqca səmərəli olacaq. Yəni artıq burada bir klass daxilində yazdığımız funksionallığı bütün child klasslar daxilində tətbiq etmiş olacağıq və eyni zamanda səhnədə də hazır nümunədən gördüyümüz kimi child klass daxilində parent klass daxilindən fərqli olaraq istədiyimiz dəyişikliyi həyata keçirib tam müstəqil şəkildə bu klassları istifadə edə bilərik. Bununla da mühərrik daxilində sizlərlə praktiki olaraq parent-child məsələsini ətraflı şəkildə öyrənmiş olduq. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.